TV izləyiciləri, bugün Qərbi Azərbaycan tərabətlərinin qonağıyıq. Həmsöhbətimiz Fidan xanım olacaq. Çox sağ olun ki, dükanımızın qonağı oldunuz bugün. İstərdim ki, izləyicilərimizə ümumi məlumat verək ilkin etapda. Biz Qərbi Azərbaycan tərəvəti brendi olaraq Qərbi Azərbaycanımızın zəngin milli mədəni irsinin təbliğatı ilə məşğuluq və tarixini yaşatmaq və gələcək nəsillərə ötürmək bizim əsas məqsədimizdir. Fidan xanım, Qərbi Azərbaycan brendi nə məqsədlə və nə zaman yaranıb? Çox qısa zamanda yaranmağımıza baxmayaraq, artıq nəinki Qərbi Azərbaycanlılar tərəfindən, hətta bütöv Azərbaycanlılar tərəfindən çox xoş qarşılanıb bizim brendimiz və əsas məqsədimiz də odur ki, biz Qərbi Azərbaycan zəngin milli mədəni irsini təbliğ eləyək. Bu təbliğatı da biz müasir məhsulların üzərində xalçadan götürdüyümüz naxışları həmin o məhsullara həkk etməklə böyük kütləyə təqdim etməkdir. Dünyanın müxtəlif ölkələrində və müxtəlif ölkələrin muzeylərində bizim gözəl xalça kolleksiyalarımız nümayiş edilir və bir misal gətirərək Amerikada Metropolitan Muzeyində bir İrvan xalçamız var. İrvan xalçamızdan əlavə olaraq başqa bölgələrimizin də xalçaları mövcuddur. Lakin biz əsas və birinci xalça işləməmizi eləyəndə həmin o xalçanın naxışlarını götürüb müasir üslubda, balaca ölçülərdə bir təqdimat eləmişik və bunu da o məqsədlə etmişik ki, bizim gözəl Qərbi Azərbaycanlılarımız, soydaşlarımız həmin o xalçaları həm bir-birinə hədiyyə verə bilsinlər, həmçində öz evində gözəl bir lokasiyaya, gözəl bir yerə asıb bir seyr eləyə bilsinlər ki, öz ata yurtlarından da bir parça hiss eləsinlər. Bayaqdan qalstuklara diqqət yetirdim Fidan xanım. Arxasında olan xüsusi işləmələr diqqətimi çəkdi. Onların mənası nədir ümumiyyətlə? Həm göstərim, nümayiş eləyim, həm də ətraflı bir məlumat verim izləyicilərimizə. Bu bizim qalstuklarımızdan biridir. Üzərində həkk olunan naxış türkçülüyü bildirir. Arxasında isə nəinki bu qalstukun, bütün kolleksiyamızın arxasında əl işləməsinə İrvan bayrağının şəkili həkk olunub, işlənilib və bu da Qərbi Azərbaycanlılar tərəfindən çox sevilir və onlar bu bayrağı öz üzərində gündəlik həyatda və yaxud da ki, tədbirlərdə və yaxud da ki, vacib iş görüşmələrində daşıyırlar. Bu da onlara gözəl bir hiss verir. Çox istəyərdik Fidan xanım, hər zaman tamaşaçıların diqqətini cəlb edən çaylarımız haqqında da bizə məlumat verəsiniz. Bu stendimizin qarşısında gördüyünüz kimi biz iki məhsulumuzu nümayiş eləyirik. Yeni armudlu stəkan kolleksiyamızdır. İrvan xanlığı və 8 mahalın üzərində yaradılıb və onların əks etdirən naxışlardan istifadə olunub işləmələrdə və əlavə olaraq da ən çox sevilən məhsullarımızdan biri də çay kolleksiyamızdır. Çay kolleksiyamız həm təkli, həm də hədiyyəli dəst şəklində təqdim olunur. Bu gördüyünüz qutu çox sevilir. Üzərində 9 çeşid var. Həmçinin də xaricilər üçün və soydaşlarımız üçün də bir məlumat kitabçası var. 2 dildə qeyd olunub burada məlumatlar. Nəinki çay haqqında, ümumiyyətlə Qərbi Azərbaycanın tarixi barədə və milli mədəni irsi barədə burada maksimum məlumat yazılıb. Fidan xanım, Qərbi Azərbaycan mahallarının adları qeyd olunmuş çayların fərqləri nədən ibarətdir? Çox gözəl sualdır. Fərqləri hər mahalın florasına uyğun seçilmiş bitkilərdədir və biz həmin tarixçənin oxuyub gözəl ziyalı Qərbi Azərbaycanlılarla məsləhətləşib ümumi bir reseptlər düzəltmişik. Əlimdəki Zəngəzur mahalının çayı məsələn limonlu çaydır. Və çayın tərkibində faydalı minerallar və C vitamini hətta çoxdur. Tanın, kofein, tealin və antioksidantlar üçün təbii bir mənbədir. Necə ki, Zəngəzur mahalının xüsusi bir resepti var. Beləcə də İrvan xanlığı və əlavə 8 mahalın üzərindən çay kolleksiyamızın hər birinin özünün bir gözəl bir təravəti var.
Məhsul çeşidlərinizin arasında kəlağaylar da yer alır. Onlar barədə istəyərdik məlumat verəsiniz, naxışları barədə, rəngləri barədə. Ümumiyyətlə biz proyekti yaradanda, ilkin məhsul siyahısını yazanda əlbəttə ki, birinci yerlərdən birində də kəlağayımız mövcud idi. Ümumiyyətlə kəlağayı 2014-cü ildən bəri UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir. Bu da bizim qadınlarımızın həmçinin ən sevilən bir aksesuarıdır. Bəli. Kəlağayı kolleksiyamızda biz xalçadan götürdüyümüz naxışları xüsusi taxta qəliblərdən hazırlayıb kəlağayıya rəngləndirmişik və kəlağayının növbəti davamı olaraq burada kəlağayda biz ümumi konsepsiyanı götürmüşük, amma kəlağayının davamı olaraq biz artıq müasir yaylıqları hazırlamışıq və onlar artıq burada nümayiş edilib. Onlar İrəvan xanlığı və 8 mahalın üzərindən işlənilib. Gördüyünüz kimi hər mahalın, hər yaylığın üzərində bir mahalı simvolizə edən bir naxışlar mövcuddur. Rəng çeşidləri hədsiz çoxdur. Burada 4-5 nümayiş olunub, amma əlbəttə ki, stokumuzda fərqli istəklərə əsasən müasir rənglərdə kəlağaylar və yaylıqlar mövcuddur. Bundan öncə də biz ümumi Qərbi Azərbaycan konsepsiyasını göstərən, nümayiş edən bir yaylıq yaratmışıq. İndi mən onu da göstərəcəm sizə. O birisi yaylıqlarda dediyim kimi kolleksiya bölünüb sırf mahal naxışlarına görə, amma bu yaylığın üzərində artıq bütün dünya muzeylərində nümayiş edilən xalçaların üzərindəki naxışlar götürülüb və bir yaylığa həkk edilib. Gördüyünüz kimi çox gözəl, müasir və dəbli görsənir. Bəli, mahallar əksini tapıb. Hətta sizin pencəyinizə yaraşır nümayiş edə bilərik izləyicilərimiz üçün. Çox gözəl görsənir. Həqiqətən rəng tonları çox gözəldir. Sakitləşdirici rəng tonlarından ibarət. Bundan öncə nümayiş etdiyimiz qalstuk kolleksiyasının davamı olaraq bizim kişi cib yaylıqlarımız həmçinin mövcuddur. Onlar da 2 kolleksiyadan ibarətdir. Həm mahallara bölünüb, həm də ki tam qalstukun printini davam eləyən bir kolleksiyadır. Gördüyünüz kimi bizim soydaşlarımız bunu çox sevir və ürəklərinin üzərində də bunu daşıyır. Vacib bir tədbirlərdə iştirak eləyəndə və yaxud da ki, iş görüşmələrində iştirak eləyəndə tam ürəklərinin üzərində onları nümayiş edir və geyinir. Gördüyünüz fincan kolleksiyasında biz Qərbi Azərbaycanın naxışlarını həkk etmişik və əsas məqsədimiz də o olub ki, biz tariximizi, gözəl naxışlarımızı müasir üslubda vətəndaşlarımıza, soydaşlarımıza təqdim eləyək. Biz bütün məhsullarımızı böyük sevgi ilə hazırlayırıq və burada gördüyünüz parfüm kolleksiyasıdır. Kolleksiyamızın qablaşdırılmasını heykəltaraş əllə hazırlayıb və hər bir ayrılıqda parfümün qutusu və qablaşdırılması bir-bir düzəldilib. Həm kişilər, həm qadınlar istifadə edə bilər parfümümüzü və içindəki ətir gözəl Qərbi Azərbaycanımızın florasını və dağların ətrini verir. Bütün vətəndaşlarımız tərəfindən bu xoş qarşılanır. Sevdiyimiz məhsullardan biridir. Azərbaycan tərabəti həqiqətən də milli mənəvi dəyərlərimizin gözəl bir təbliğatıdır. Bu təbliğat gənclər arasında necə aparılır? Çox mənim üçün vacib və gözəl sual vermisiniz. Ümumiyyətlə bizim layihəmiz Qərbi Azərbaycanımızın tarixini, milli mədəni irsini diqqət mərkəzinə çəkməkdir. Əsas məqsədimiz odur və bu çox mənim üçün sevincli hal idi ki, biz Xankəndidə diaspor gənclərinin 6-cı yay düşərgəsində öz brendimizi təqdim etmişdik. Gənclər tərəfindən hədsiz maraqla, hədsiz xoş qarşılanıb və bizim üçün çox vacibdir ki, nəinki Qərbi Azərbaycanlı gəncləri, hətta
bütün soydaşlarımız, Azərbaycan gəncləri tarixini, kökünü unutmasınlar və biz də bu məhsullar vasitəsilə bu ideyamızı, bu tariximizi diqqət mərkəzinə çəkmək istəyirik və çox istəyirik ki, bu məhsullar vasitəsilə bu naxışlar, bu gözəl rənglər, bu gözəl təravətlər, çaylar sevilsin. Mən əminəm ki, Fidan xanım elə sevilir də. Bugün burada olmağımız bizim üçün çox dəyərli idi. Çox sağ olun məlumatlarınız üçün. İnşallah ümid edirəm tamaşaçılar da bu məlumatlardan yararlanacaq. Mütləq şəkildə bir-birlərinə hədiyyə etdikdə sizin məhsullardan istifadə edəcək. Çox sağ olun. Yaxşı ki gəldiniz. Yaxşı ki auditoriyanıza bizim brendimizi də tanıtdınız. Çox sağ olun. Sağ olun. Mən də komandamın adından Zəngəzur TV-yə təşəkkürümü bildirirəm. Yaxşı ki gəldiniz, yaxşı ki varsınız, yaxşı ki təbliğatı aparırsınız və siz də auditoriyanıza bizim brend haqqımızda daha çox məlumat verəcəksiniz. Çox sağ olun.